8 Mart Beynəlxalq Qadınlar Gününün artıq bir addımlığındayıq. Kimisi öncədən hədiyyəsini alıb, bəziləri isə hələ də nə alım deyə düşünür. Bəs görəsən alıcılar hədiyyə seçimində ən çox nəyə üstünlük verirlər? 8 Martda ilk əvvəl anama hədiyyə almaq istəyirəm. İlk başda alınacaq hədiyyələr içərisində gül gəlir, çünki bir qadının gözəlliyini ifadə edə biləcək ən yaxşı hədiyyənin gül olduğunu düşünürəm. Düşünürəm, hər ilki kimi bu dəfə də anama və bacıma gül, Teddy dediyimiz oyuncaq, bir də çərçivənin içində ailəvi şəkil. Başqa bir şey aldıqda nəsə, yəni korlanmaqdansa bu şəkilli bir də oyuncaqlar xatirə kimi çox qalır. Elə xanımlar da bu fikri dəstəkləyir. Belə ki, onlar arasında apardığımız sorğudan belə aydın oldu ki, qadınların ən sevimli hədiyyəsi məhz çiçəklərdir. 8 Martda bəylərdən nə gözləyir? Bəylərdən yox, anamdan gözləyirəm, bir buket gül gözləyirəm. Nəyə görə gül buketi? Çünki güllər çox gözəldir, həm də təravətlidir, yəni düşünürəm ki, məni daha da xoşbəxt eləyəcək. Yəni hər bir qadının, qızın, ananın fərq eləmirdi. Yəni bu qadın cinsinin olan hər bir şəxsin, yəni nə qədər də ay lazımsızdır, sevmirəm dediyi şeylərdən biri güldür. Yəni gözəl bir buket və yaxşı bir yemək deyərdim. Gül mağazalarında isə artıq bir neçə gündür ki, canlanma var. Sifarişlər əvvəlcədən verilir. İstəyə zövqə uyğun xüsusi çiçəklərdən dəstələr, səbətlər və çələnglər hazırlanır. Müştərilər 8 Martla əlaqədar daha çox sifariş verməyə başlayıblar. Lakin 8 Martda daha çox sifarişlər 7 Marta gəlir və bizim də dükanımızda çox sifarişlər var hal-hazırda. Bu il tələbat qızıl güllərə, tülpanlara və liliyalara başlayıb. Səbətlər də çox istənilən bir məhsuldur bizdə. Həm də hal-hazırda bayramla əlaqədar 8 Mart hədiyyəsi üçün daha çox korporativ zakazlar var və xırda buketlər, çünki uşaqlar müəllimələrə və digər insanlara hədiyyə eləmək istəyirlər. Gül dəstələrinin yanında hədiyyə gözləyən xanımlar da az deyil. Seçim və çeşid çoxdur. Məsələn, qızıl zinət əşyaları, aksesuarlar, geyim və ya kosmetik vasitələr, ətirlər, müxtəlif hədiyyələr və bu günün xüsusi xatırlanması üçün fərqli əl işləri. Alıcılar əsasən daha çox əl işlərində olan, yəni əl işlərinin hazırlanmış hədiyyələr üstünlük verirlər və bizdən də bunu tələb edirlər. Biz də onlara xüsusən də çox gözəl özümüzün ideyalarımız var, xüsusi ideyalar ki, o ideyaları onlara təqdim edirik və onlar da çox bəyənirlər. Hədiyyə qutuları əsasən günlərə və şəxslərə özələn dəyişir. Yəni müştərilər bizdə əsasən hədiyyə qutularını sifariş edirlər. Məsələn, şokolad olsun, oyuncaqlar olsun. Xüsusi art qutular var ki, o art qutularda biz şəxsə özəl hər hansısa dizaynlar edirik və bu dizaynlar onların öz seçimi üzərinə olur və biz bu dizaynlarda onları çox məmnun halda yola salırıq. Qiymətlər isə 20 manatdan başlayır. Ümumiyyətlə hər büdcəyə uyğun hədiyyə tapıb almaq mümkündür. Xanımlara verə biləcəyiniz ən dəyərli hədiyyə isə sevgi, diqqət və qayğıdır. Salatın Pirmuradova, Vahid Zalov, Telesəhər.